yanğın kimi yayılan bir xəstəlik, amma böyük ehtimal sən onun barəsində heç nə bilmirsən. Ortoreksiya nervoza. Bu sağlam qidalanmağa dəlicəsinə bağlanmaqdır. Çörək olmaz, gluten var. Şirniyyat olmaz, insulin dirənci. Bu insanlar zərərli bildiyi yeməklərdən panikaya düşür və adi bir qonaqlıq katastrofaya çevrilir. Nəticədə zövq qalmır, dostlar uzaqlaşır və kafedə rahat oturmaq belə mümkünsüz olur. Bəs bu xəstəlik sənə düşməsin deyə nə edə bilərsən? Birincisi, yeməyi zərərli və faydalıya bölmə. 2. Qidanın işi təkcə fayda vermək deyil, həm də ləzzət eləməlidir. 3. Əgər zərərli yeməyə görə narahatlıq, vicdan əzabı hiss edirsənsə, psixoloqa müraciət elə. Bu zəiflik deyil, ağıllı hərəkətdir. 4. Bütün o detoks, glutensiz həyat, səhər ac qarına limonlu su deyib danışan blogerləri rahat şəkildə followdan çıxar. Onların qidalanmaqdan başı çıxmır. Əsas məsələ budur. Ümumilikdə balanslı qidalan və arada özünü sevdiyin şokoladla, qazlı içki ilə və ya chips ilə sevindir. Siz belə məsləhət görürük. Baxlava yemisənsə, günahkar deyilsən, normal insansan. Balanslı qidalanmaqdan və ümumi sağlam həyatdan öyrənmək istəyirsənsə, məni izlə.